Salam, hər vaxtınız xeyir olsun. Yod bədənə lazım olan maddələr arasında ən birincilərdəndir. Yodun çatışmazlığı xüsusilə qalxanvari vəzin fəaliyyətində özünün mənfi təsirini göstərir. Qalxanvari vəzində fəaliyyəti pozulduqda isə bu bütün bədənə təsir göstərmiş olur. İnsanda kəskin çəki azalması, zəiflik, oynaqlarda, sümüklərdə kövrəklik yaranmış olur. İnsan yodu qida vasitəsilə qəbul etmiş olur, lakin bəzi regionlar, ölkələr vardır ki, burada qida vasitəsilə yodu qəbul etmək mümkün olmur. Ona görə də vəziyyətdən çıxış yolu kimi yodlaşdırılmış duzdan istifadə etməyə çalışırlar. Yod antiseptik maddə kimi, istilik verən, mikrosirkulyasiyanı yaxşılaşdıran maddə kimi çoxdandan məlumdur. Onun eyni zamanda şişkinliyi götürmə qabiliyyəti də vardır. Gün ərzində bir dəfə yod torundan istifadə etmək, yəni yod kletkası deyirlər ona, çəkmək, gün ərzində ayaqlardakı yorğunluğu götürmüş olur və mayenin oynaqlarda, ayaqlarda durğunluğunun qarşısını almış olur. Bəs yoddan necə düzgün istifadə etmək lazımdır? Hansı nahiyə çəkmək lazımdır? Onu sıx çəkdikdə yodu kimyəvi yanıq əmələ gələ bilər. Lakin zəif çəkdikdə isə onun effekti olmur. Belə qəbul olunub ki, yod torundan istifadə olunsun və bunun üçün daha mükəmməl yer daban nahiyəsi götürülür. Bunu aralarındakı xətlərin arasındakı məsafə 1 sm götürülür. Həftə ərzində 3-4 dəfə çəkilir axşamlar. Və daban nahiyəsinə çəkilmək ona görə çəkilir ki, dabanın stimulyasiyası istilik prosesini daha da tezləşdirir və maddələr mübadiləsini yaxşılaşdırmış olur, qan dövranını yaxşılaşdırmasına köməklik göstərmiş olur. Hamınızı can sağlığı arzulayıram, özünüzdən müğayət olun.